Əziz altıncılar, hər birinizi Tapşırıq TV-də xoş gördük. Bu günləri bizim əslində skriptlik mətnimizin iş dəftərləri biraz gecikib, üzrlü sayın. Kanala abunə olub bəyənməyi unutmayın. WhatsApp nömrəmizə yaza bilərsiniz növbəti il dərslərlə bağlı. Oxuduğum mətndə skriptliyin hansı qeyri-adi xüsusiyyətləri var? Birincisi çox yüngül idi. Yüngül idi, qanadları var idi. Var idi. Mətndə hadisələr bu məkanda, hansı məkanda baş vermir? Deməli, qarajda var, damda var, bazarda. Bazar nədir? Bunlar heç yerdə bazara ümumiyyətlə çıxmırlar. Ona görə biz bazardanı seçə bilmərik. Elə düşünürəm. Deməli, cavabımız bazardadır. Skriptlik mətnin hissələri yarımbaşlıqları adlandır. Birincisi, qarajda qorxulu anlar olur. Sonra skriptliyin xilası, qurtulması yazay. Sonra uşaqların araşdırması, son hissədə təşəkkür. O nə elədi? Onun bacısına kömək elədi. Skriptlik mətnində obrazın təqdimatı. Və də skriptlik obrazı fantastik deməyəydi, qəribə gücləri olan ribə varlıq idi. Xarakteri necə deyirlər, səmimi idi, xeyirxah idi. Michael'ın bacısını sağaltdı. Uşaqların qarşısında təşəkkür edirdi. Növbəti Hörümçək adam mətnində. Hörümçək adam mətnində dinləmişik, bildiyimiz kimi bu Hörümçək bəlkə də Spider-Man filmdə baxmısınız, onunla bağlıdır. Burada baxırıq birinci, elmi fantastik əsər olan görünməz adamla, deməli görünməz adamla amfibiya adamdır, CD. Obrazın qeyri-adi xüsusiyyəti elmi cəhətdən əsaslandırılır. Burada Hörümçək adama da aiddir. Bir dənə bura aid olmayan skriptlik olmalıdır, yəni B olmamalıdır. Baş qəhrəman mənfi obrazdır. Baş qəhrəman mənfi obraz görünməz adamdadır. D-dir. Əsərdə canlıların təkamül prosesi xatırlanır. Burada amfibiya adamla C ilə skriptlikdir, B-dir. Mifoloji obraza rast gəlinir. O da yalnız skriptlikdədir. Skriptlikdə B variantıdır. Uşaqlar, bildiyiniz kimi rəyi, əslində rəyi mən yazmıram, bu biraz asan rəydir, diqqətli yaza bilərik. Yəni, asan rəydir, kömək etmiş ola bilər də. Mətnin adı skriptlik. Bu mətndə mətnin mövzusu qeyri-adi varlıq, adi varlıq. İnandırıcı təsvir olunubmu? İnandırıcılığa çox da yer verməyiblər. Sonra əsas obrazın vəziyyəti, bəli, köməksiz qalmışdı. Yəni, bunları mən qısa yazıram, çünki yazı hissələri sizində, o yazı hissələri mən yazmıram, bilirsiniz. Dördüncü dərsdə görək nə var? Artıq dil qaydalardır. Tərz hərəkət, zərfliyi işlənmiş cümləni müəyyən. Atam Şuşanı uşaq vaxtı, nə zaman? Zərflik tərz hərəkət deyil. Müdafiənin güclü olması düşməni heyrətləndirildi. Nə? Bu da deyil. Musiqinin səsi yavaş-yavaş kəsildi. Necə? Tərz hərəkətdir. Atılan fişəklər şəhərin küçə haranı deyil. Bir də yorğun. Necə görünürdü? Yorğun görünürdü. Bunlar ikisi də tərz hərəkət zərfləridir. Necə, nə cür və yaxud nə tərzdə sualına cavab verir. Hansı cümlədə yer zərfliyi yanlış göstər? Ağacın kölgəsində, yaxınlıqdakı market, bu olmaz. Yaxınlıqdakı sifətdir, sifətin şəkilçisidir. O, zərfli kəmərə gətirmir. Xəzər dənizini seyr etmək üçün eyvana düzdür. Burada marketdən olmalıdır, haradan sonra cavab verməli idi. Cədvələ əsasən yanlış göstərilən fikirlərin üzərinə xətt çək. Eldar, yıxılmamaq üçün, məsələn, səbəb zərfliyi,
bərk yapışdı. Gərək birinci yapışa, sonra yıxılmaya. Qoşma ilə işləyən məşqlər, sonra gərək birinci bu necə deyirlər, yapışa, sonra yıxılmaya. Ona görə səbəb deyil, bu məqsəddir, məqsəd zərfliyidir. Bərk necə təzək bu düzdür. Budaqdan haradan, nədən olmalıdır? Yəni nədən sualına cavab verir? Nədən yer zərfliyidir, tamamlıqdır. Tamamlıqdır. Bu da isimdir. Səhvləri düzəltdik. Verilmiş sözləri cümlədə zərflik vəzifəsində işlət. Gəlin işlədək. O açıq danışdı. Feilin yanında gəlib. Qısa yazıram. Fasilə sözünü necə işlədə bilərik? Fasilədə çay içərik. Çay içərik. Yəni nə vaxt? Hovuzda. Hovuzda zərflik kimi hovuzda yaza bilərik. Yayda hovuzda çimərik. Çimərik. Çox. O çox danışdı. Danışdı. Meşədə. Dostum meşəyə getdi. Növbəti son tapşırığımız, yox, xeyəstə deyil, o mətni sonrakındır. Səbəb zərfliyi və məqsəddir. Əsgərlər düşmən puskuna düşməmək üçün, yəni məstərlə işlənibsə, bu məqsəddir onsuz. Novruz şənliyinə getmədiyinə görə peşman oldu. Getməyib deyə bu səbəbdir. Müəllim şagirdin təəccübləndiyini görüb gülümsədi. Görüb o artıq təəccüblənib ora gülümsədi. Təmir etmək üçün bu da məqsədləndir. Bu dərsimiz bitdi. Növbəti izahlarda görüşərik. Hələlik.